Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur. Qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur. Gündəm Xəbər Xəzər TV istinadən məlumat verir ki, Novruz bayramı ilə əlaqədar yerli şabalıdın kiloqramı 15-17 manat, ölkəyə Çindən gətirilən şabalıdın qiyməti isə 8-9 manat arası dəyişir. Özbəkistandan gətirilən qabıqlı qozun kiloqramı 7 manat, fındığın qiyməti isə 6 manatdır. Yerli məhsullardan qabıqlı qoz 10-12 manat, fındıq isə 9-10 manatdan təklif olunur. Badamın qiyməti 4 manat 80 qəpik, yapon qozu isə 9 manatdan təklif edilir. Ən bahalı çərəz isə püstə hesab olunur. Püstənin qiyməti isə 27-35 manat arasıdır. Satıcılar yerli məhsulların qıt olduğunu əsas gətirərək qiymətin baha olduğunu deyirlər. Onlar deyir ki, ləpənin qiyməti baha olsa da hazırda ona tələbat çoxdur. İqtisadçılar isə hesab edirlər ki, 2024-cü ildə də məhsuldarlıq aşağı düşüb və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurub. Məhsulun qıtlaşması qiymətinə də təsirini göstərib.